Salam, hər vaxtınız xeyirli olsun əziz dinləyicilər. Avto FM-də bir avto verilişini dinləyirsiniz. Hər kəsə uğurlu iş həftəsi, iş günləri arzu edirik. Bu gün həftənin ilk iş günüdür və biz də efirdəyik. Növbəti 1 saat ərzində siz bir avtoda avtomobillərlə bağlı hər zaman olduğu kimi maraqlı xəbərləri, məlumatları eşidəcəksiniz. Bu gün həm biz avtomobillərin texniki qulluğundan, eyni zamanda servislərə gedən zaman, yəni avtomobillər qulluq zamanı yaşanan problemlər və sair, bütün bu mövzularda danışmaq istəyirik. Qonağımızla bərabər, qonağımız isə kimdir? Bugün biz Grand Servisdən qonaq dəvət etmişik. Grand Servisin meneceri Yusif Kərimov bugün bizim qonağımızdır. Yusif bəy, sizi salamlayırıq, xoş gəlmisiniz. Salamlar olsun hər birinizə. Güzəlsiniz. Təşəkkürlər və istəyərdik ki, elə mövzunu da sizə təqdim edək. Rəsmi və qeyri-rəsmi avtomobil servislərindən danışmaq istəyərdik. Rəsmi və qeyri-rəsmi avtomobil servislərinin əsas fərqindən danışırıq. Grand Servisin meneceri Yusif Kərimov bizim qonağımızdır. Yusuf bəy, gəlirlər, sürücülər yaxınlaşırlar. Hansı problemlərlə daha çox qarşılaşırlar və yaxud da ki, nəyə görə, bax sualı belə formalaşdıraq da, nəyə görə sürücülər avtomobildə bir texniki nasazlıq yarandığı zaman daha çox qeyri-rəsmi yerlərə getməyə üstünlük tuturlar? Əsasən bunun səbəbini nədə düşünürəm mən? Buyurun. Məsələn, belə deyim də, rəsmi servislər biraz bina etibarilə məsələn çox görkəmli yer olurlar və yaxud da yəni istər-istəməz hər bir sürücü fikirləşir ki, bura getsəm məsələn normal qiymətlərin üstündə bir qiymət olacaqdır. Ona görə düşünürəm ki, buna görə sürücülərin əsas yəni qiymət məsələsi var da burada. Bəli, mənim düşüncəm budur. Çünki gördüyüm qədərilə də çox insan adi məsələn Grand Servisə yaxınlaşan zaman belə kişi birinci soruşur ki, maşında bu problem var, bunun qiyməti nə qədərdir? Hə, yox, sonra başlayaq işə düzəltməyə. Yəni soruşmur ki, məsələn detal tapılacaqmı, ustanın başı çıxırmı? Əsas yəni fikirləşdikləri tək bir şey var, qiymətdir o da. Bəs qiymət fərqi nəyə görə olur? Qiymət fərqi düşünürəm ki, İşin keyfiyyəti. İşin keyfiyyəti əslində düşünürəm ki, eynidir. Yəni məsələn belə deyim də, bir usta bu yerdən çıxıb başqa yerdə işləsə, onun keyfiyyəti dəyişməzdi. Yəni usta yenə də ustadır. Sadəcə düşünürəm ki, həm böyük servislər, rəsmi servislər öz adlarından istifadə eləyib məsələn biraz qiyməti, süni qiymət artımı eləyə bilərlər, amma hər bir haldan qarşılaşmamışam düzü. Məsələn, rəsmi və qeyri-rəsmi servislərdə ortalama qiymətlər eynidir. Amma sürücülərə bu anlayış məsələn biraz qəribə gəlir ki, rəsmi və qeyri-rəsmi. Əsas yəni sürücülər burada belə deyək də özlərini qorxudurlar. Əlbəttə. Yəni vur-tut qiymətlər eynidir. Əlbəttə. Ustanın zəhmət haqqısı eyni ola bilər, amma digər bir məsələ eyni olmaya bilər. O da diaqnoz məsələsidir. Məsələn, baxırsan ki, gedirsən qeyri-rəsmi bir yerə. Orada usta səni müştəri olaraq qaçırmamaq üçün sənə elə bir diaqnoz qoyar ki, yəni sənə deyəndə avtomobilinə də, o avtomobilində heç o problem olmaya da bilər. Sadəcə iş gördüm, o işə görə mənə pul verməlisən, ödəniş eləməlisən deyə sənə avtomobilinə səhv diaqnoz qoya bilər. Amma rəsmi servisdə bildiyim qədər elə bir şey yoxdur. Rəsmi servisdə nədirsə odur, istəyirsən elə, istəyirsən eləmə. Əlbəttə orası elədir. Məsələn, çox vaxt belə hallarla qarşılaşa bilirik. Məsələn, atıram kiçik bir detal dəyişilməlidir. Amma usta o kiçik detalı dəyişmir. Detalın hamısını birlikdə dəyişir ki, daha çox əziyyət çəksin və ona görə daha çox zəhmət haqqı alsın. Ustalarda belə şeylər də baş verir. Amma qeyd etdiyiniz kimi rəsmi servislərdə belə hallarla qarşılaşmamışıq biz indiyə qədər. Bəs qeyri-rəsmi ustaların, məsələn, servislərdə işləyən ustaların buraxdığı səhvlər hansılar ola bilər məsələn? Dediyiniz kimi məncə diaqnoz səhvlərdir. Başqa hər hansı bir səhv ola bilməz. Yalnız diaqnoz səhvi. Onunla da daha sonra yaxınlaşırlar rəsmi servislərə və onunla da işi görürlər. Düşünürəm ki, ümumiyyətlə seçim olaraq mən də hər zaman rəsmi servislərə daha çox üstünlük vermişəm. Çünki avtomobili istəyirik ki, etibarlı əllərə, yəni həvalə edək və eyni zamanda da baxırsan ki, yaxşı avtomobil, yəni qiymətdə kifayət qədər çox olan avtomobildir, amma gedir qeyri-rəsmi yerə. İndi ortada düzdür, müəyyən məbləğ fərqi var, amma buna baxmayaraq da yenə də avtomobil də sənin bir mülkündür, sən buna ödəniş eləyib almısan. Yəni kifayət qədər də bir
münasib, bahalı qiymətə almısan, amma baxırsan ki, adi bir yağ dəyişimində hətta belə, yəni xırdapara işlərdə də yağ dəyişimidir, əyləc bəndlərinin dəyişimidir və adi bir check-updır, yoxlanışdır. Onun üçün qeyri-rəsmi yerlərə gedib, daha sonra da qarantiya almadan, yəni zəmanət almadan çıxırlar oradan. Nəticədə də hər hansısa bir səhv olan zaman, problem olan zaman gəlirlər ki, yox. Ondan sonra artıq qayıdırlar rəsmi yerə. Ümumiyyətlə sizdə zəmanət görülən işlərə zəmanət verilir? Əlbəttə ki, bizdə görülən hər işə zəmanət verilir. Satılan əgər ehtiyat hissələri bizim servisdən alınıbsa, ehtiyat hissələrinə də zəmanət verilir. Məsələn, mühərrik yığımı tam əsaslı təmiri zamanı mühərrik 30.000 kilometrə qədər, 40.000 kilometrə qədər zəmanət verilir bizdə. Hansı avtomobillər daha çox yaxınlaşır? Əsasən Mercedes və Hyundai markalı avtomobillər çox yaxınlaşır bizim servisə. Problemlər nədir? Hyundai markalı avtomobillərin əsasən turbo mühərriklərində, məsələn, mühərriklərin dağılması, sıradan çıxması, yağ nasosunun sıradan çıxması kimi hallardır. Mercedeslərdə isə daha çox diaqnoz problemləri olur, elektron problemlər olur məsəl üçün. İli nisbətən köhnə olan avtomobillərdən çox da köhnə yox. Əsasən bizim servis 2010, 2012-dən yuxarı maşınlara baxır. Ondan əvvəlki maşınlara çox da baxmırıq. Nəyə görə? Nəyə görə məsələn belə deyim də, həm ehtiyat hissəsi normal şəkildə tapılmır, həm tapılsa belə, yəni belə deyim də, problemi də düzəltdiyimiz halda yenə də istərsəmiz sıradan çıxır. Məsələn biz bir detal dəyişirik, o detal düzəlir, sürücü çıxır gedir, başqa detal qırılır, yenə gəlir üstümüzə düşür ki, mən bu detalı dəyişmişdim, amma halbuki onu yox, başqa bir detal dəyişmişdi. Bir növ ili köhnə olan avtomobillər problemli deyə çox baxmamağa çalışırıq. Amma belə yəni 10-12 ilə qədər avtomobillərə baxırsınız da. Bəli, 15 il maksimum belə deyək. 15 il maksimum. Onların problemləri də nisbətən az olur, digərlərinə nisbətən yaşı çox olanlara və ehtiyat hissələri. Tabii ümumiyyətlə ehtiyat hissələri ilə bağlı nə kimi problemlər var ümumiyyətlə yoxsa necə? Tapılmağı ilə bağlı. Tapılmağı ilə bağlı problemlər yoxdur. Sadəcə orijinal və qeyri-orijinal firmalar var. Sürücülər məsələn üstünlük verirlər əsasən qiymətə görə firma mallarına, bəli. Sonra da problem olan zaman gəlib bizdən yapışırlar ki, bəs mən sizin servisdə təmir etdirmişdim maşını, bəs niyə belə oldu, niyə bu ehtiyat hissəsi sıradan çıxdı? Biz də izah edirik ki, ona zavod belə zəmanət verə bilmir. Biz həmin ehtiyat hissəsinə necə zəmanət verək? Yəni gördüyümüz işə problem yoxdur. Məsələn, ehtiyat hissəsinə bağlı çox da zəmanət verə bilmirik qeyri-orijinal mallara. Amma orijinal da satılır da, orijinal mallar. Əlbəttə satılır. Seçim orijinalı seçənlər azdır, çox. Ümumi fonda götürsək. Əsasən belə deyim də, yaxınlaşan avtomobilin markasından asılıdır. Məsələn, markası və ili biraz yeni olanlar istər-istəməz orijinal üstünlük verirlər ki, həm bayaq da qeyd etdiyiniz kimi avtomobil bizim mülkümüzdür, qıymırlar ki, biraz məsələn ucuzlu maldan istifadə edək. Amma biraz ili köhnə olan avtomobillərdə falan fikirləşirlər ki, onsuz da 15 ilin maşınıdır, buna orijinal qoysam nə olacaq, qeyri-orijinal qoysam nə olacaqdı. Çox qıymırlar maddiyyata, sonra da belə problemlər yaşanır. Servis olaraq Yusuf bəy, bax sürücülər servisin özündə ehtiyat hissələrini bir kənara qoysaq, başqa nədən şikayətlənirlər? Nə onları qane eləməyə bilər? Düşünürəm ki, yoxdur. Məsələn, adi bizim servisdən götürəndə sürücü hər hansı şeyə görə bizə şikayətə yaxınlaşmayıb. Tam belə qlobal bir şikayət olmayıbdı. Xırım-xırda şikayətlər ola bilər. Məsələn, yaxınlaşa bilərlər ki, usta mənə söz vermişdi, məsələn, falan vaxt gələrsən, gəlmişəm, yeri yoxdur falan filan kimi kiçik problemlər olubdu indiyə kimi. Böyük bir problem olmayıbdı məncə. Yəni yaşanılmayıb. O da ki, böyük olsa da o da ehtiyat hissəsi ilə bağlı olur. Böyük ehtimal ki, ehtiyat hissəsi ilə dediyiniz kimi. Ehtiyat hissələri buradan alınır yoxsa gəlmə olur? Vaxt baxımından. Alınan da olur, gələn də olur. Belə deyim də, sfera çox böyük sferadır. Hər növ avtomobilin ehtiyat hissəsində, yəni özümüzdə saxlaya bilmirik, o qədər böyük bir şəraitimiz yoxdur. Ümumiyyətlə hansı xidmətlər görülür servisdə? Məsələn, sizin servisdən danışsaq. Hər xidmət görülür. Çilingər işləri var, motor işləri var, elektrik işləri var, dəmirçi, malyar. Hər iş olur bizim servisdə. Yeni dəb olan o avtomobilin məsələn kimyəvi təmizlənməsi. Əlbəttə hamısı var. Onlar da var da, hamısı qoruyucu örtü ilə üzlənməsi.
Bəli. Onlardan da gələnlər çoxdur. Çünki bu son bir neçə ildir, yəni dəb halını alıb. Çünki əvvəllər mənim məsələn yadıma gəlmir də bu qədər bizdə demək olar ki, hər servis indi o işlə məşğuldur. Əlbəttə cilalama, kimyəvi təmizlik və qoruyucu plyonkalardan. Cilalanmanı bildiyim qədər hər zaman malyar eləyirdi də, yəni rəngsaz edir. Əlbəttə. Amma indi o ayrıca bir xidmət kimi də, yəni xidmət qolu kimi ayrı bir vektor kimi də fəaliyyət göstərir. İndi avtomobili yaxınlaşırsan cilalanmaya sadəcə onun üçün də müxtəlif servislər müxtəlif kompaniyalarda keçirdirlər. Eyni zamanda o PPF-in vurulmağıdır və s. və axır kimi işlər. Əlbəttə, bunların hamısı bizim servisdə var. Yaxınlaşanlar da xeyli çoxdur. Məmnun qalırlar. Əlbəttə məmnun qalırlar. Mən istəyərdim ki, sizə Süpey, bax belə bir sual verim ki, usta qıtlığı deyilən bir şey var da və yaxud kadr çatışmamazlığı. Bu ümumiyyətlə hansı servislərdə yaşana bilər və ya sizin servisdə də varmı? Əsasən bizim servisdə belə problem. Düzün deyəcəm, tamam. Əsasən bizim servisdə bu kimi problemlər son zamanlarda yaşanmır, amma əvvəl yaşanırdı. Nəyə görə? Məsələn, dediyiniz kimi düzgün kadr tapa bilmirdik. Adi məsələn silingər gəlirdi, bir gün, 2 gün işləyirdi, hər hansı bir maşını xarab eləyirdi, qoyurdu ortada çıxırdı, gedirdi, düzgün olmurdu. Daha sonra məsələn başladıq daha geniş axtarmağa, məsələn vakansiyaları böyütməyə, insanlar praktik edib daha sonra işə götürməyə. Onunla da bu problem düzəldi. Mən bunun səbəbini nədə görürəm? Heç kim əziyyət çəkmək istəmir məsələn hazırki dövrdə. Adi uşaqlar olsun məsələn. Əvvəlki dövrlərdə necə idi? Öz valideynləri uşaqlarını aparardı ustaların yanına qoyurdu. Hələ ustaya pul falan da verirdilər ki, bizim uşağı öyrət. Hazırda məsələn ustalar öz učeniklərinə gündəlik bəlli bir məbləğdə pul verirlər. Amma učeniklər yenə də oturmaq istəmirlər ustanın yanında. Yəni sənətdən qaçırlar insanlar, öyrənmək istəmirlər, tənbəlləşmə gedir məsələn. Kütləvi olaraq. Bəli. Bir də bir məsələ məni çox düşündürür. Hər dəfə imkan düşdükcə bu sualı indi oponentimə ünvanlayıram da. Deyirlər, deyilənə görə yaxşı usta servisdə işləməz, özü tək işləyər. Bu indiki zamanədə də aktualdır, yoxsa yox? Məsələn mən də ilk əvvəllər onu fikirləşirdim. Servisdə işləməyə başlayan vaxt məsələn ustaları tanınmış ustalar, görkəmli ustaları gördüm. Fikirləşirdim ki, niyə gəlib servisdə işləyir, niyə özü üçün yer açmır. Məsələn, ustalar əsasən onlara nə lazımdır? Məsələn, atıram işıqdır, avadanlıqdır, hər hansı bir yerdir. Servisdə usta zaten servis tərəfindən bunlarla təmin olunur deyə, ustanın sadəcə ustaya düşür işləmək. Amma gedib özü yer açıb işləsə, avadanlığını almalıdır, kommunallarını ödəməlidir, aylıq kirayə pul var, arenda pul var, onları ödəməlidir. Yəni əslində eyni şeyə gəlir çıxır. Amma bu usta üçün daha yaxşıdır ki, məsələn, filan usta filan servisdə işləyir də adı bir məsələn böyük bir mövhumdur ki, deməli yaxşı ustadır ki, servisdə işləyir. Mən də əslində hər zaman, yəni bu sual ümumiyyətlə ortaya çıxandan hər dəfə fikirləşmişəm, mənim şəxsi fikrimdir ki, yaxşı usta servisdə işləməlidir. Yəni onsuz da elə sizin də sözünüzə qüvvət. Bunun əgər yaxşı ustadırsa, bunun əgər müştərisi varsa, tələbat varsa buna, bu öz servisindədir, ha da ki başqa bir servisdədir, bunun yanına gələn olacaq. Yəni, bu bir mənalı mən belə düşünürəm. Əksinə servisdə işləyib daha sonra özü yerini açan usta, mənə o biraz belə qəribə gəlir. O məsələn biz tərəfindən də yaxşı qarşılanmır ki, servisə gəlir, özünə məsələn bəlli bir müştəri toplayır. Bəli, o da var. Sonra çıxır, gedir, həmin müştərilər də gəlir. Məsələn, atıram tutaq ki, elektrikdir də. Elektrik gələndə istər-istəməz silingər işi də gördürürdü. İndi bu çıxdı getdi, biz silingər işini də gördürə bilmirik həmin müştəri, elektrik də gördürə bilmirik. Yəni servis adına yaxşı bir şey deyil bu. Xoş qarşılanmır biz tərəfdən. Dostlar, mən istəyərdim yollar haqqında məlumatı sürücülərimizin diqqətinə çatdıraq, daha sonra davam edək. Yollar haqqında məlumatı Bank of Baku'nun sponsorluğu ilə dinləyirsiniz. Hal-hazırda paytaxtın hansı küçələrində avtomobillərin hərəkət sıxlığı var? Bu barədə məlumatları diqqətinizə çatdıraq. Binəqədi yolunda üzü Binəqədi qəsəbəsi istiqamətində eyni zamanda əks tərəfdə avtomobillər aşağı sürətlə hərəkət edirlər. Ziya Bünyadov prospektində Böyük Şor yolundan sonra üzü 20 yanvar istiqamətində Atatürk prospektinə qədər və əks tərəfdə Ali Mustafayev küçəsində, həmçinin Atatürk prospektinin özündə də Gənclikdən başlayaraq üzü Dərnəgül yolu istiqaməti Tiflis prospektində hər iki istiqamətdə sıxlıq var.
həm 20 yanvar, eyni zamanda 20 yanvardan başlayaraq əks tərəf Bakıxanov küçəsində Gənclik istiqaməti, Rəşid Behbudov küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində, Şəmsi Bədərbəyli küçəsi Qış Parkından sonra üzü 28 istiqamətində, Azadlıq prospektində də eyni vəziyyətdə 28 May küçəsi, Dilarə Əliyeva küçəsində, Yusif Səfərov küçəsi hər iki istiqamət, Afiyət İncəylov küçəsi, Üzeyir Hacıbəyli küçəsi, Xətai prospektində, Heydər Əliyev prospektində döngədə, Heydər Əliyev prospektində kənar yol mərkəz istiqamətində, nisbətən Neftçilər prospektində Azneft istiqaməti və Neftçilər metrosunun qarşısında, Dakar dairəsinin ətrafında da hazırda sıxlıq var. Bu da yollarda olan ən son vəziyyət idi. Yolunuz açıq olsun. Kim 600 manat pensiya alana 12.000 manatadək kredit verər? Əlbəttə Bankov Baku. Pensiyaçısınızsa Bankov Bakudan 50.000 manatadək krediti zaminsiz əldə etmək fürsətiniz var. Ətraflı 145. Bankov Baku. Bankov Baku 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Yollar haqqında məlumatı Bankov Bakunun sponsorluğu ilə dinlədiniz. Dalğanı dəyişməyin. Avto FM-də cəmi bir reklam. Trendyol istifadəçilərinə şad xəbər. Bir bankın kredit limitindən yararlan. Ödənişini 2 ay ərzində 4 hissəyə bölərək ödə. Özü də heç bir faiz və komissiya olmadan. Kreditdən istifadə üçün tətbiqdə sadəcə PIN kod və mobil nömrəni əlavə etmək kifayətdir. Bir bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 14 may 2025-ci il tarixli 244 nömrəli bank lisenziyası əsasında fəaliyyət göstərən Kapital Bankın əmtəə nişanıdır. Avto FM-də reklam yerləşdirmək üçün 012 311 30 11. Bir avto efirdədir. Bəli dostlar, Avto FM-də bir avto verilişi davam edir və mən istəyərdim ki, biz qonağımızla biraz da sığortadan gələn avtomobillər mövzusuna yer ayıraq. Yusuf bəy, sığortadan çox avtomobil yaxınlaşır və ümumiyyətlə bu prosedur, bu proses necədir? Xahiş edərdim dinləyicilərimizə ətraflı şəkildə məlumatlandırırsınız. Sığortadan gün ərzində minimum 20-25 maşın yaxınlaşır. Hətta o qədər. Servisə, bəli. Məsələn, indi azalıb bəzi sığortalar, əvvəl gün 50 maşına qədər arta bilirdi. Prosedur necədir? Qəza keçirilən zaman əgər sığorta hər hansı bir nümayəndəsini təyin eləsə, gəlir hadisə yerində şəkil çəkir, qiymətləndirilir. Əgər maşın sürülə bilirsə, hər hansı böyük bir problemi yoxdursa, məsələn, mesaj göndərir ki, falan yaxınlaşarsınız falan servisə. Müştəri yaxınlaşır bizim servisə, bizim nümayəndələrimiz var. Maşının şəklini çəkirlər, qiymətləndirirlər. Daha sonra həmin bu müştəriyə mesaj olaraq göndərir ki, məsələn, sizin maşınıza falan qədər pul ayırmışıq, təmir edək, yoxsa məbləği götürəcəksiniz falan elə olur. Bütün maşınlar yaxınlaşa bilər də, yəni əgər sığorta göndərirsə sizə. Əlbəttə, icbari və kasko sığorta hamısı bizim servisdə qiymətləndirilməsi baş verir. Ümumiyyətlə, yəni avtomobillər qeyd etdiniz ki, gün ərzində bu qədər avtomobil gəlir də, bəs digər avtomobillərə yer qalır yoxsa necə? Əslində məsələn qiymətləndirməyə gələn avtomobillərin bir çoxu təmir eləmirlər deyə, məsələn, atıranda ön bamperində problem var, gəldi qiymətləndirildi, sürdü, çıxdı, getdi. Bu kimi məsələn bunlar bizim sevindiyimiz hallardır ki, avtomobil burada qalmayacaq. Amma elə avtomobillər olur ki, məsələn, sığortadan gələnləri deyirsiniz. Bəli, bəli. Amma elə avtomobillər olur ki, məsələn, gəlir, maşının yarısı yoxdur, qiymətləndirilir və maşın bizim servisdə qalmalıdır. Çünki bilinmir də maşın hara getsin, neynəsin, kimisinə. Elə problemlər də olur. Çalışırıq elə maşınlar üçün məsələn sığorta ilə danışaq ki, çox da belə maşınları göndərməsinlər. Çünki bizə də problem yaradırlar elə maşınlar. Nə kimi? Parkalanmada böyük bir problemlər yaradırlar. Məsələn, günə 20 maşın deyirəm, onun 2 dənəsi çox böyük bir zədə ilə gəlsə, servisdə qalası olsa, bir həftədən sonra servis hər yer dolur və servisə girib çıxmaq olmur. Yer qalmır da abi, hərəkət üçün. Bir də sığortadan gələn avtomobillərin onlara da adi qaydada yanaşılır, yəni avtomobillərə və digər müştərilərə. Yoxsa çünki biz nəyə görə deyirəm, bəzən sığortadan gələn avtomobillərdə elə bir anlayış olur ki, tez düzəldim,
Yəni ucuz bir iş görüm də və əldən çıxsın. Mən məsələn bizim servis adına danışmaq istəyirəm. Ustaya məsələn biz heç vaxt bəlli eləmərik hansı maşın məsələn sığortadan gəlir. Amma usta bilmir də. Əlbəttə biz məsələn servisdə bunu ustaya demirik. Çünki istərsəniz sizin də qeyd etdiyiniz kimi, hə sığortadır və yaxud da ki müştəri maşınıdır. Kimisindən düşünüb sığorta maşınına laqeyd yanaşa bilərlər. Biz bunu bəlli eləmirik. Amma bizim üçün də heç bir fərqi yoxdur. Sığortadan gələn maşında və yaxud da belə deyim də, yəni müştərinin bizə gətirib təhvil verdiyi maşında eyni şəkildə yanaşırıq. Müştərilər özləri gəlirlər, gedirlər də, yəni maşın nə kimi, yəni orada nə problem yaşanır, yaşanmır. Yəni deyirlər bunu niyə belə elədin? Yox, yəni belə məsələlər necə olur? Çünki bilirsiniz nəyə görə deyirəm? Yusuf bəy, çox vaxt bizim efirlərdə qonaq məhz sığorta üzrə mütəxəssislər olur. Sığorta mütəxəssisləri. Amma sığortadan əgər bir avtomobil sığorta ilə hansısa bir servisə gedirsə, bax elə bir mütəxəssisimiz olmayıb, yəni mənim öz təcrübəmdə. Ona görə bax indi bu mənə çox maraqlı gəlir. Əsas problemi deyəcəm indi mən sizə. Məsələn, hər hansı bir detal var, detal zədə görübdür. Sığortanın əməkdaşı buna təmir yazır. Amma məsələn təmir olunması bir detal deyil də. Əməkdaş məsələn yazdı ki, təmir olunmalıdır. Biz də məcbur o detalı təmir eləməliyik. Amma müştəri yaxınlaşır, deyir mənim maşında bu detal dəyişilsin. Biz də izah edirik ki, bizə nə yazılıbsa biz onu eləyirik də. Biz istədiyimizə görə dəyişib və yaxud da təmir edə bilmərik. O zaman məsələn bəzi problemlər yaşana bilər. O da ki, yəni çox vaxt bizlə yox, sığorta və maşının sahibi arasında yaranır o problemlər. Amma istərsiniz bizə də yansıyır. Çünki elə bilirlər ki, hər şey bizim əlimizdədir. Biz istəsək təmir eləyərik, istəsək də ki, dəyişərik detal. Amma bizdə həqiqətən bir şey yoxdur. Sığorta bizə rəsmi sürətdə nə deyirsə biz də onu eləyirik. Sığorta hadisəsi zamanı sığortanın göndərdiyi servislə adi bu sıradan bir servisin, yəni servis deməzdik də, bu ustanın müstəqil yerlərin fərqi nədədir? Bax bu servislə o müstəqil yerlərin sığorta hadisəsində. Düşünürəm ki, fərqi var ki, sığorta servisə göndərir, o insanların yanına göndərmir. Nə ola bilər? Məsələn, yenə də qarantiya söhbəti ola bilər. Düzdür, sığorta heç vaxt qarantiya vermir gördüyü işə görə. Amma istərsəməz servis qarantiya verir. Biz məsələn sığortaya gördüyümüz işlərə də qarantiya verə bilirik. Amma qeyd etdiyiniz kimi o hər hansı sıravi insan, hər hansı bir öz üçün obyekt götürüb işləyən insan təbii ki də qarantiya verə bilməyəcəkdir. Yəni sırf zəmanət fərqləri deyilən bir şey var. Ziya bizə deyir ki, yazır, servisə maşın aparanda başqa məbləğ deyirlər, iş bitəndən sonra daha artıq pul istəyirlər. Səbəbini soruşanda da dəqiq izah verə bilmirlər. Bu da bizim çox qarşılaşdığımız suallardan biridir. Yəni bayaq da məsələn qeyd eləmişdim. Tutaq ki, müştəri gəlib bizim yanımıza filan detalı dəyişdirmək istəyir. Biz o detalı sökdüyümüz zaman onun yanındakı başqa detalların da dəyişilməli olduğunu görürük. Təbii ki də müştəridən soruşuruq. Qardaş, belə bir problem var. Yəni dəqiq soruşulur da o. Yəni ən azından bizim servisdə soruşulur. Başqa servisləri bilmirəm. Rəsmi servislərdə də soruşulur. Çünki axırda rəsmi servislər qarşısına çek qoyan zaman müştəri soruşur ki, mən filan şeyi dəyişin deməmişdim. Bunu niyə dəyişmisiniz? Yəni rəsmi servislərdə də soruşulur. O ki, qaldı Ziya bəyin də qeyd elədiyi kimi süni qiymət artımı. Bəli, bu hallar yaşanır. Amma biz heç kimə yaşatmamışıq deyək. Ona görə də sizdə də yəni müştəri gələndən sonra, daha doğrusu işi bitəndən sonra artıq kağızda hər şey yazılır ki, bu işlər görüldü. Orada da tam şəffaflıq var da. Əlbəttə. Süni qiymət artımından söhbət gedə bilməz. Ona ola bilər bəlkə kimlərsə eləyir, hansılar ki, o görülən işlər barədə bir arayış vermirlər. Zaten belə problemlər hər zaman çeksiz bir mühitdə, rəsmiyyət olmayan bir mühitdə baş verə bilər. Biz müştəri ilə danışıb, razılaşıb, qiymətin təsdiqini aldıqdan sonra işə başlayırıq və yaxud da qeyd elədiyim kimi, məsələn, başqa bir problem çıxan zaman əlaqə saxlayırıq, belə bir problem var, məsələn, ödəniş bu qədər olacaqdır, ehtiyat hissəsi qiyməti bu qədərdir, alaq, orijinal alaq, yoxsa qeyri-orijinal detallardan istifadə eləyək kimi, hamısının təsdiqini alandan sonra işi görürük. Yəni, bizdə hər hansı bir süni qiyməti artımı heç vaxt baş verməyibdir. 4970 yazır ki, deyir, ən çox məni narahat edən şey odur ki, diaqnostika düzgün aparılmır. Eyni problemi 2-3 dəfə düzəltdirmək üçün geri qayıtmalı olmuşam. Bir dəfəlik həll eləmirlər. Ola bilər ki, ehtiyat... Bu da digərlərinə aiddir, amma sizə aid deyil də yəqin. Olur, bizdə də olur. Ehtiyat hissəsinə bağlı problemlər olur. Məsələn, müştəri orijinal olmayan detallara üstünlük verən zaman İstər-istəməz gedəcək, gələcək, ya detal düz oturmayacaq yerinə, ya detalın daxilində olan bir problem olacaq da. Ehtiyat hissəsi orijinal olduğu zaman belə bir problemlə qarşılaşmamışıq.
Ola bilər əslində elektron problemlər də ola bilər. O da ki, yəni Diaqnostika zamanı bəli, elektron problemlərdən yəqin ki, söhbət gedir. Elektron problemlərdə də ola bilər, məsələn, özünüz bilirsiniz də, maşının elektronikası çox geniş bir şeydir. Məsələn, əgər xətanı bir detaldan göstərirsəz, o detalı məsələn elektron şəkildə düzəldəndən sonra biraz sürəndən sonra başqa bir tərəfindən də çıxır, başqa bir tərəfindən də çıxır. Məsələn, bu zaman biz müştəriyə vaxt veririk. Məsələn, təmir eləyirik, deyirik bir həftə sürür, sonra yenidən gəlir, yenidən baxaq. Yəni yenidən baxan zaman hər hansı bir ödəniş almırıq, çünki tam şəkildə təmir olunmayıbdır, problem həll olunmayıb. Xidmətin içinə daxildir. Əlbəttə. Bir də Yusuf bəy, mənə bir sinə maraqlıdır. Maşın misal üçün alqı-satqısı zamanı bəzən baxırsan ki, biri digərinə o ən bizdə çox populyar söz var. Hansı servizdə istəyirsə aparıb yoxlatdırın. Maşını satanlar bunu belə deyir. Məsələn, sizin servizə yaxınlaşıblar. Qiymətləndirmə aparılır da, belə bir xidmət də var sizdə? Əlbəttə, bizim servisdə belə bir xidmət də var. Maşın yaxınlaşan zaman, məsələn, avtomobilin həm motoru, həm sürətlər qutusu, həm məsələn çilingər bağlı texniki baxış aparılır da, belə deyim. Daha sonra dəmirçi və maliyyə tərəfindən də texniki baxış olur. Avtomobilin hər hansı bir zədəsi olubmu, məsələn, rəng dəyən detal varmı? Hamısına baxılır. Ondan sonra məsələn müştəri bizdən soruşur. Bu maşının qiyməti nə qədərdir? Bizim ekspertlər məsələn bu problemlərə görə, problem varmı, yoxmu ona görə məsələn bir qiymət çıxardırlar. Müştəri deyir ki, filan qiymətə deyir məsələn. Yəni bazar qiyməti ilə uyğunlaşdırılmış bir qiymətdir də bu. Əlbəttə. Müştəri soruşur, alım yoxsa almayım. Onda başlayır problemlər. Al desəz məsələn, sonra bu insana başqa bir problem ola bilər. Çünki biz maşını yoxladığımız zaman bu gün üçün cavabdeh oluruq maşında. Sabah üçün maşına heç vaxt cavabdeh ola bilmirik. Məsələn, belə hallar baş verib. Demişik, yaxşı maşındır, al, məsələn, qiyməti uyğundur. Gedib 2 ay, 3 aydan sonra mənə deyib ki, bəs maşını siz almırsınız. Siz demişdiniz mənə al, aldım, problem oldu. Qardaş, 2 aydır, 3 aydır sürürsən bunu. Yəni bizlik bir şey olan bir şey deyil. Və yaxud da məsələn bəzən olur, deyirik ki, alma. Maşını satan tərəf məsələn başlayır. Onunla başlayır konflikti yaranmağa, bəli. Onunla ki, bəs sən niyə qoymursan mən işimi görüm, bir tikə çörək qazanırıq, nə edirik falan filan belə. Amma olmayan şeylər deyilmir də. Əlbəttə. Yəni tutaq ki, burada məsələn də hansısa bir boru yetişib artıq vaxtı. Belə şeylər deyilir ya deyilmir? Əlbəttə deyilir, hamısı deyilir. Hamısı deyilir də. Nə varsa o deyilir. Yəni bizim məsələn çox vaxt bu məsələlərə özüm nəzarət eləyirəm. Mən də ki, məsələn, özümə rəva bilmədiyim maşını heç vaxt icazə vermirəm kimsə də alsın. Məsələn, mən tutaq ki, maşını alacağamsa, hansı detallar dəyişilməlidirsə, həmin detallardır. Ən çox problem harda olur? Yəni nə problemləri olur? Ən çox problem məsələn olur boya məsələsi ola bilər. Boya ilə də bağlı olur, mühərriklə bağlı olur məsələn. Gəlirlər, yaxınlaşırlar, deyirlər ki, mühərrikdə təmir olmayıbdı, amma baxan zaman germetika izləri görsənir, mühərrikdə əsaslı təmir baş verib. Təmir baş verib mühərrik yenidən öz həyatını sonlandırır kimi problemlər olur. İstər-istəməz insan ağlına da sual gəlir ki, mühərrik bir dəfə təmir olunubdu, yenə də bu vəziyyətdəsə görəm bu maşını necə istifadə ediblər bundan əvvəl. Bəs yürüşlə bağlı dava çəkilmə. Yürüyüşlə bağlı bəli o hallarla da qarşılaşırıq. Əsasən Azərbaycanda olan avtomobillərə yox, xaricdən gələn avtomobillərdə olur belə problemlər. Baxırıq orijinal probeqini yoxlayırıq, məsələn, atıram 100 min çıxır, baxırıq 20 min, 30 min falan ya bir 70 min, 80 min kimi dala çəkilmə halları baş verir. Amma Azərbaycanda mənə elə gəlir ki, bu işi görən adam yoxdur. Yox, bizdə yox, zaten bizdə yəni bizə gələn maşınlardan söhbət gedir. Çünki bizə gələn maşınlar da alır, onu alverçi deyək də ona, yəni bu işlə məşğul olan bir adam alır, ondan sonra da satır. Yəni, alanda da artıq o özü də ona fikir vermir və yaxud da ki bilirdi, sadəcə elə o adla da satır getsin ki, məsələn təzə avtomobil, təzə deyəndə indi yürüşü az olan avtomobildir. Yəni belə problemlər də olur. Bir də ki bizdə ən çox fikir verirlər məhz o rəng məsələsinə, boyasız. Biz ona beskraska deyirik, yəni boyasız olsun avtomobil, rəng deyən detal olmasın. Mühərrikdə, sürətlər qutusunda nə problem olursa olsun, tək maşın özü rəng boyasız bir avtomobil, yəni beskraska avtomobil olsun. Bizdə elə yanaşanlar da var, təəssüflər olsun, amma mən həmişə demişəm ki, avtomobildə ən vacib aqreqatlardan indi söhbət ənənəvi avtomobillərdən gedir də, bu yeni müasir elektrik və ya plug-in hibrid avtomobillərdən deyil, ənənəvi avtomobillərdə ən vacib aqreqat mühərrik və sürətlər qutusudur ki, siz də onları yoxlayırsınız.
Əlbəttə. Bəli, buyurun. Bununla bağlı da bir şey demək istəyirəm. Məsələn, dediyiniz kimi sürücülərin ağlında olan tək bir sual var, söz var ki, avtomobilimdə boya olmasın. Məncə boya çox da bir problem deyil. Əsas odur ki, avtomobil zədə görməsin. Və zədənin də yerləri var. Məsələn, qapıdır, bamperlərdə problem yoxdur. Əsas kuzanın əsas hissələri var ki, oralar zədə görməsin. Başqa da avtomobil. Dəyişən detal məsələsini də başa düşərəm. Yəni o da indi tutaq ki, avtomobil alıramsa istəmirəm də hər hansısa bir dəyişmiş detal olsun. Düzdür, o orijinal detal olsa ona da göz yummaq olar, amma qeyd etdiyiniz kimi böyük bir zədə olmasa, yəni avtomobili nə olar, boyatda dəyib də nə olar ki? İndi elə düşünməyənlər də var. Belə, təşəkkür edirəm sizə gəldiyiniz üçün Yusuf bəy və maraqlı məlumatlarla bölüşdüyünüz üçün.